Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə biz sizinlə sayıların hallanmağını öyrənəcəyik. Bir də məndən saatı sizə izah etməyim üçün dərs istəmişdiniz. Qeyd edim ki, saatı bilmək üçün, saatı izah etmək üçün həm kəmiyyət sayıların hallanmasını, həm də sıra sayıların hallanmasını mütləq şəkildə bilmək lazımdır. Bundan əlavə doğum tariximizi və yaxud da hansısa bir hadisənin baş vermə tarixini bilmək üçün və yaxud da gündəlik işlətdiyimiz toplama və ya çıxma kimi riyazi əməlləri demək üçün sayıların hallanmağını bilməliyik. Bugün biz kəmiyyət sayılarının hallanmağını öyrənəcəyik və bir rəqəmindən başlayacağıq. Və biz artıq bilirik ki, 1, 4 cür deyilir. 1, одно, одна, одни. Və ekranda gördüyünüz qaydada həmin o bir rəqəmi, yəni 1 hallara görə dəyişir. Biz onu indi birbaşa cümlələrdə işlədəcəyik. İменительный падеж, yəni adlıq hal necə deyirik? Один человек, одно платье, одна девушка, одни очки. Родительный падежə baxırıq. Здесь нет одного человека, одного платья, одной девушки, одних очков. Burada bir adam yoxdur, burada bir don yoxdur, burada bir qız yoxdur, burada bir eynək yoxdur. Дательный падеж. Я подошла к одному человеку, к одному платью, к одной девушке, к одним очкам. Mən bir adama yaxınlaşdım, mən bir dona yaxınlaşdım, mən bir qıza yaxınlaşdım, mən bir eynəyə yaxınlaşdım. Винительный падеж. Я вижу одного человека. Винительный падежdə biz bilirik ki, canlı və cansız fərqi var. Одного человека canlı olduğuna görə родительный падежlə birdir. Cansız isim işlədəndə biz deyirik я вижу один дом. Dəyişmir. Винительный падежdə adlıq halından bir olur. Daha sonra biz keçirik orta cinsə. Я вижу одно платье. Я вижу одну девушку. Я вижу одни очки. Və cəmdə də родительный падежlə canlı isimlər eyni olur. Я вижу одних людей. Одних людей, yəni bir adam deyil, bir qrup adam görürəm. Творительный падеж. Я интересуюсь одним человеком, одним платьем, одной девушкой, одними очками. Mən bir adamla maraqlanıram, mən bir donla maraqlanıram, mən bir qızla maraqlanıram, mən bir eynəklə maraqlanıram. Творительный падеж. Я думаю об одном человеке, об одном платье, об одной девушке, об одних очках. Beləliklə biz bir rəqəmini bütün hallarda, bütün cinslərdə olan sözlərlə hallandırdıq. İndi isə baxaq iki rəqəminə. İki rəqəmini biz iki cür deyirik. Kişi cinsində və orta cinsdə olan sözlərdə dva, qadın cinsində olan sözlərdə dvi. Və gördüyünüz kimi bu hallanma asandır. Çünki yalnız imenительный, yəni adlıq hal və винительный падеж fərqlənir. Qalan hallarda, yəni hər iki cinsdə, kişi cinsində olan sözlərdə və orta cinsdə olan sözlərdə də və həmçinin qadın cinsində olan sözlərdə də hər biri eyni formada hallanır. Adlıq hal. Два дома, два платья, две девушки. Biz artıq bilirik ki, 2-dən yuxarı, 2-dən 4-ə qədər olan sayılarda yanındakı isim yəlik halın təkində işlənir. İndi isə keçək yəlik hala. Родительный падеж. Здесь нет двух домов, здесь нет двух платьев, здесь нет двух девушек. Burada iki ev yoxdur, burada iki don yoxdur, burada iki qız yoxdur. Дательный падеж. Я подошла к двум домам, я подошла к двум платьям, я подошла к двум девушкам. Mən iki evə, iki dona, iki qıza yaxınlaşdım. Винительный падеж. Yenə canlı və cansız isimlərdə fərqli olacaq. Cansız isimlərdə
Я вижу два дома. Adlı haldaki kimi. Canlı isimlərdə. Я вижу двух мужчин. Родительный падежlə eyni. Orta cins. Я вижу два платья. Və yenə də baxırıq indi qadın cinsində olan sözlərə. Çünki dve deyirik biz onlara. Cansızlarda adlı halda olduğu kimi я вижу две картинки. Canlılarda я вижу двух девушек. Творительный падеж. Я интересуюсь двумя домами. Я интересуюсь двумя платьями. Я интересуюсь двумя девушками. Mən iki evlə maraqlanıram, iki donla maraqlanıram, iki qızla maraqlanıram. Предложный падеж. Я думаю о двух домах. Я думаю о двух платьях. Я думаю о двух девушках. Mən iki ev barəsində düşünürəm, iki don barəsində düşünürəm, mən iki qız barəsində düşünürəm. Unutmuruq, nəzərinizə çatdırıram ki, biz adlı halda işlədəndə saydan sonraki isim olur yiyəlik halın təkində. Təbii ki, söhbət 2 rəqəmindən gedir. Ancaq digər padejlərdə isə, digər hallarda isə biz bütün isimləri işlətmişik yiyəlik halın cəmində. Yəni diqqətlə fikir verin. Deməli, adlı halda olur yiyəlik halın təkində. Qalan bütün hallarda 2 rəqəmin yanında olan isim işlənir yiyəlik halın cəmində. Bu 3 və 4 rəqəminə də aiddir. İndi gəlin sizinlə baxaq onların hallanmalarına. 3 və 4 rəqəmindən sonra gələn ismin hansı cinsdə olmağının heç bir fərqi yoxdur. Adlı halda baxırıq. 3 или 4 журнала. 3 или 4 книги. 3 или 4 здания. Родительный падеж. Здесь нет 3 veya 4 jurnalов. Gördünüz? Jurnal sözü. Yiyəlik halın cəmindədir. Amma adlı halda yiyəlik halın təkindədir. Здесь нет 3 veya 4 книг. Здесь нет 3 veya 4 zdaний. Burada 3 veya 4 jurnal yoxdur. Burada 3 veya 4 kitab yoxdur. Burada 3 veya 4 bina yoxdur. Дательный падеж. Я подошла к 3-4 журналам. Я подошла к 3-4 книгам. Я подошла к 3-4 zdaниям. Mən 3 veya 4 jurnala yaxınlaşdım. 3 veya 4 kitaba və 3 veya 4 binaya yaxınlaşdım. Винительный падеж. Я вижу 3 или 4 журнала, 3-4 книги. Я вижу 3-4 здания. Eyni ilə adlı halda olduğu kimi canlı isimlə işlətsək olacaq родительный падежdə. Я вижу 3-4 мужчин. Я вижу 3-4 женщин. Творительный падеж. Я интересуюсь 3-4 журналами. Я интересуюсь 3-4 книгами. Я интересуюсь 3 или 4 зданиями. Предложный падеж. Я думаю о 3 или 4 журналах. Я думаю о 3 или 4 книгах. Я думаю о 3 или 4 zdaниях. Və beləliklə gəlib çatdıq 5 rəqəminə. 5 rəqəmi 20-yə qədər olan saylar və 30 da daxil olmaqla eyni formada hallanır. İndi hal-hazırda mən sizə ekranda 5 rəqəmin hallanmasını göstərmişəm. Eyni ilə həmin rəqəmlər də eyni şəkilçiləri qəbul edir. Yəni gördüyümüz kimi harda ki miyək znak düşüb, i əlavə olunub, digər rəqəmlərdə də eyni şəkildə hallanılır. Orada da miyək znak düşür, i əlavə olunur. Və yaxud da harada miyək znak qalırsa, orada da eyni şəkildə miyək znak qalır. Siz soruşsaq ki, bəs 23, 22, 33 bu rəqəmlər necə hallanır? Əvvəlki rəqəmi, yəni 20-dir, 30-dur, buradakı kimi hallandırırıq. 1, 2, 3, 4 rəqəmini də necə öyrəndik? O formada hallandırırıq. Gəlin indi biz misallarla baxaq.
Deməli, biz bilirik ki, adlı halda 5-dən yuxarı rəqəmləri biz deyəndə qarşısındakı ismi də yelik halın cəmində deyirik. Məsələn, 5 домов, 10 книг, 11 студентов. Родительный падеж. Здесь нет 8 мест. Burada 8 yer yoxdur. Дательный падеж. Скучаю по 5 одноклассникам. 5 sinif yoldaşım üçün darıxıram. Винительный падеж. Знаю 9 фильмов. 9 film bilirəm. İndi biz burada canlı isimdə də işlətməliyik. Biz винительный падежdə, amma dəyişməyəcək. Знаю 9 студентов. 9 tələbə tanıyıram. Знать feili bilmək və tanımaq deməkdir. Творительный падеж. Преподаватель занимается с 7 студентами. Müəllim 7 tələbə ilə məşğul olur. Предложный падеж. Я мечтаю побывать в 10 местах. 10 yer var ki, mən orada olmağı arzulayıram. İndi isə keçid alırıq 50, 60, 70 və 80 rəqəmlərinə. Bunlar da eyni cür hallanır. Necə hallandığını ekranda özünüz görürsünüz. Nümunə üçün birini oxuyuram. 50, adlı halda 50, родительный 50, дательный 50, винительный 50. Gördüyünüz kimi adlı haldaki kimi винительный-də də olur 50. Творительный 50, предложный 50. Gördüyünüz kimi demək olar ki, əksəriyyəti eyni hallanır. Əsas fərqliliyi bir dənə творительный падеждədir. İlkin zamanda sizə çətin gələ bilər, amma diqqətlə baxsaz, fikir versəz, çətin bir şey yoxdur. Hətta baxın, 50, 60, 70. 2 hissədən ibarətdir söz. 5, 5, 10, 10. 5 və 10 birləşirib. 50, məsələn. 6, 6, 10, yenə 10. Biz 5 feilinin sayını necə dəyişirdik родительный падежdə? 5. 10-i necə dəyişirdik? 10. Siz bunları ayrı-ayrı rəqəm kimi dəyişəndə görəcəksiniz ki, heç çətin bir şey yoxdur.